İnsanlar sadəcə layiq olduqları şeyləri yaşayarlar. Yəqin ki, bu deyimi eşitmisən. Əslində bu bir həqiqət yox, zehnimizin uydurduğu bir ön yargıdır. Bu cür düşündüyümüz zaman hər şey sanki yerli yerində olur, biz artıq qaydaları bilirik, o qaydalara uyğun yaşamalıyıq. Belə bir müəyyənlik hissi verir bizə. Həyat bu qədər sadədir. Yəni yaxşı hərəkətlər eləyirsə, yaxşı başına gələcək və pis hərəkətlər eləyirsə, necəsə sən bundan qarşılaşacaqsan və s. Biz zehnimizin bu oyununu anlamalıyıq. Bilirsən nəyə görə? Çünki özümüzü o qədər mühakimə eləyən pozisiyada yaxınlaşırıq. Kifayət qədər çalışmırsan, kifayət qədər yaxşı deyilsən, yaxşı insan deyilsən, ona görə filan yerlərdə istədiyin şeylər olmur. Bax, bunlar çox ağır mühakimələrdir. Həyatda hər şey bu qədər sadə deyil. Bəzən çox çalışırıq, amma nəticə olmur. Bəzən sadəcə bir şansla çox fərqli yerlərə gələ bilirik. Bəzən hərəkətlərinə pislik yansıyan insanlar çox yaxşı həyat yaşaya bilirlər və yaxud da çox böyük ədalətsizliklərə məruz qalırlar. Bunlar həyatın parçalarıdır. Həyat bu qədər bir xətli, sadə bir yer deyil və təbii ki, bunları bilməyimiz əslində kontrolun bir yerlərdə bizdə olmadığında anlamağımıza və özümüzlə daha şəfqətli münasibət qurmamıza kömək edir.